Salam əziz və dəyərli dinləyicilər. Mən bugün sizə Şifa Xalq Ədəbiyyatında yeni salınan əsərlərdən biri Su Həsrət əsərinin həm oxusunu, həm də təhlilini verəcəm. Başlayaq oxusundan. Deyir, işğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar. Başlar sinəyə enmiş, addımlar ağırlaşmışdı. Qaçqınların arasında çoxlu gənc var idi. Onlardan ikisi qardaş və bacı karvanın lap sonunda yanaşı addımlayırdı. Deməli, karvanın sonunda yanaşı addımlayırdılar. Arabir başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirdilər. Deməli, baxırıq ki, bu bacı və qardaş deməli karvanın sonunda addımlayırlar. Karvanın lap sonunda. Bir də ümidlidirlər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Deməli, bacısının adı nə idi? Ceyran idi. Və Ceyranı deyir, taqətdən düşmüş Ceyranı neynir? Geri qalmağa qoymur, ona kömək edir. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri narın qumu qızın qara gür saçlarına doldurur. Deməli, qızın saçları da qaraymış. Göz yaşlarında islanmış qum ağırlaşır. Yaşca böyük olan qardaşı bir anlığa ayaq saxlayır, əyilib bacısını qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət edə bilmir. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur, diz çökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Deməli, birinci yalvaran kimdir? Qardaşıdır. Nə yalvarır, nə deyir? Deyir, ilahi, kömək əlini bizdən əsirgəmə. Uçsuz, bucaqsız səhra, çarəsiz gəncin səsini udur. Yəni, sanki heç bu sözü demirmiş kimi. Qəhər onu boğur, gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Aha, yox, deyir, uçsuz bucaqsız səhra, çarəsiz gəncin səsini udur. Yəni, qəbul edir mənasındadır yəqin ki, burada. Qəhər onu deyir, boğur, gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən-birə yer aralanır, bulaq suyu fəvvarə vurur. Deməli, hansı ki, qardaş ağlayandan sonra artıq göz yaşı yerə düşür və yer deyir, aralanır, yerdən bulaq fəvvarə vurur. Ceyranın həyatı xilas olunur, lakin acı tali qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb onu bulaq başında haqlayır. Düşmən atlıları bulaqdan axan gör, şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat deməkdir. Yəni, necə ki, bu qaçaqlar üçün bir həyatdır. Təbii ki, bunlar da onları izləyirlərsə, onlar üçün də müəyyən qədər su lazımdır. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Məğrur Ceyran düşmən atlılarının yaxınlaşdığını görüb gözlərini göyə qaldırır, yanıqlı səslə deyir. Uca Tanrı, məni daş elə, qaya elə. Deməli, Ceyran Tanrıdan nə istəyir? Onu daş yaxud da qayaya çevirməsini. Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar həyəcan içində su, qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq soğurub qurtarmışdı. Deməli, indi isə gəlirik əsərin təhlilinə. Yəni, düşmənlər o sudan içə bilmirlər. Epik növdə əfsanə janrındadır, vahid sujet xəttinə malik əsərdir. Əsərdə mənəvi dəyərlər önə çıxarılır. Düşmən qarşısında məğrurluq, çətin zamanda bir-birinə arxa dayaq olmaq, çətinliklər qarşısında dözüm, həyata, ümidin itirilməməsi, sevgi və fədakarlıq əsas rol oynayır. Yəni, bunlar əsas mənəvi dəyərlərdir. Daha sonra karvan əhli işğalçılar tərəfindən təqib olunur. Yurdları hücuma məruz qaldığından qaçmağa məcbur olurlar. Karvandakıların su ehtiyatı bitdiyindən taqətdən düşürlər. Ceyran taqətdən düşəndə qardaşı imdadına çatır. Əvvəlcə xilas olmaq ümidi, həyat eşqi bacı və qardaşa güc versə də, daha sonra bu duyğularda onlara kömək etmir. Qardaşı taqətdən düşəndə Allahdan yardım diləyir və gözlərindən düşən 2 damcı göz yaşı bulağa çevrilir.
Aha, deyir qardaşı, həmin o Ceyranın qardaşı taqətdən düşəndə Allahdan yardım diləyir və gözlərindən düşən 2 damcı göz yaşı bulağa çevrilir. Qardaşının Allaha yalvarışları nəticəsində Ceyranın həyatı xilas olur. Çünki qardaşı yalvardı, su belə deyə yarandı və su içəndən sonra Ceyranın həyatı xilas olur. Düşmən karvanı təqib etməyə davam edir və onları bulağın başında ələ keçirir. Düşmən atlıları bulağa görüb təəccüblənirlər. Su düşmən üçün də həyat demək idi. Çünki onlar da uzun müddət idi ki, səhrada idilər. Düşmənlə karvan əhalisi arasında əlavə dava baş verir. Düşmən sayca üstünlüyü təşkil edir. Ceyran düşmən əlinə keçməmək üçün Allahdan onu daş, qaya eləməsini istəyir. Ceyranın daş heykələ çevrilməsi düşməni qorxuya salır. Ceyranla birlikdə bulağın suyu da yoxa çıxmağa başlayır. Düşmən suyu geri qaytarmağa cəhd etsə də buna nail ola bilmir. Qaçqınların əksəriyyəti gənc idi. Aha. Deməli, qardaşın duası elə yerə düşən damlalardan sonra yerin aralanıb, bulaq suyunun fəvvarə vurması, Ceyranın daş heykələ çevrilməsi, səhranın bulaq suyunu sorub bitirməsi əsərin əfsanə olduğunu göstərən cəhətlərdir. Belə, Su həsrəti əsərindən bu qədər. Sağ olun, salamat qalın.